Hər vaxtınız xeyir dostlar, xoş gördük sizi. Oyunun ikinci hissəsidir, Beşiktaş Galatasaray. Birinci hissənin videosunu ata bilmirəm, çünki çəkdiyim videonun səsi çıxmayıb ilk 45 dəqiqənin. Ona görə də ki, ona görə üzr istəyirəm, o videonu ata bilmirəm, çünki səs yoxdur. Mikrofonda problem olduğuna görə ilk hissədə videonun səsi çıxmadı. İkinci hissədə inşallah bu birinci hissədə olanları deməyə çalışacağım. Osimhen'in qolu ilə Galatasaray 1-0 öndədir. Oyunda epizodlar vardı. Leroy Sané'nin epizodu vardı. Beşiktaşda oyuncuya. Mənim fikrimcə penaldır o. Penal yox, qırmızı kartıdır o. Barış Alper'in epizodunda da ki qırmızı kart və penal olmalıydı mənim fikrimcə. İkisində də hakem, nə də var hakemi müdaxilə eləmədi. Hakem ümumiyyətlə heç nə göstərmədi. Sanéyə bir dənə sarı kart, var da müdaxilə eləmədi. İkisi də mənim fikrimcə Barış Alper'in epizodunda qırmızı kart və penaltı olmalıydı. Sané'nin epizodunda da ki qırmızı kart olmalıydı. Sadəcə Sanéyə sarı kart verdi. Davamında Sané biraz oyunda yaxşı oynamadı. Pas itkiləri, atdığı toplar takım arkadaşlarına çatmadı və sonda yaxşı bir asistlə Osimhen kafa vuruşu ilə 1-0 önə keçirtdi Galatasarayı və ilk hissəni 1-0 öndə tamamladı. Oyun Beşiktaş belə çox yaxşı oyun oynamır. Galatasarayda yaxşı oyun oynamır, amma ona baxanda Galatasaray biraz yaxşı oyun oynayır. Biraz yaxşı oyun oynayır. Biraz da dəqiq olsalar hesab arta da bilərdi və vurdu Uğurcan Çerni vurdu, Uğurcan. İkinci hissə Beşiktaş daha yaxşı başlayıb. Hələ ki 2 dəqiqədə oyun başlayıb. Davamında inşallah gol da vurmazlar. Galatasaray qələbə qazanar. Əlinə dəymişdi burada amma Beşiktaşda oyunçular. Maraqlı oyun demişdim olacaq. Birinci hissədə çox maraqlı oyun getmədi. İkinci hissəsi inşallah maraqlı olar. Bir köşə vuruşu daha Beşiktaşdan. Topun gerisində Orkun'un ortası savunma çıxartdı. Sané. Və birinci hissəni çəkdim, səsi çıxmadığına görə video ata bilmirəm, ona görə çox pis oldum birinci hissədə. Gol epizodları, yaxşı epizodlar, bəzi epizodlar vardı. Ona görə də ki alınmadı ikinci hissədə və vurdu müdafiədən. Beşiktaş ikinci hissəyə daha yaxşı başlayıb. Dostlar, burada Sanéyə qırmızı kart, Rıdvana elədiyi hərəkətlərdən görə, arxadan topuğuna bastığına görə qırmızı kart, ikinci sarıdan qırmızı kart. Qırmızı kartı birinci hissədə almalıydı mənim fikrimcə. Var orada müdaxilə eləmədi və mənim fikrimcə bu da qırmızı kartdır və doğru qərardır. Galatasaray 10 kişi qaldı. 62-ci dəqiqədən bu yana Galatasaray 10 kişi oynayacaq Beşiktaş qarşısında və daha çətin olacaq Galatasaray üçün. Çünki Beşiktaşın öz yeridir və 1-0 geridədir. Görən oyun necə olacaq, daha maraqlı olacaq məncə. İnşallah Galatasaray kontralardan Beşiktaşı yaxalayıb gol ata bilər. Görək oyun necə olacaq. Beşiktaş penal gözləyir. Baxaq görək penal var yoxsa yoxdur. Hakem bir qərar vermədi. Görək vardan və təkrara baxaq. Abdülkerim idi orada deyəsən ha? Ya heç nə yoxdur. Burada düz danışmaq lazımdır. Heç nə yoxdur. Abdülkerimin əli burada. Burada əlinə dəyib. Penalda söhbət gedə bilməz. Çünki olsa mən düz hamı demək istəyirəm. Fərq eləmir. Galatasaray olduğum üçün də deyil. Nə görürəmsə onu deməyə çalışıram və vurdu Uğurcan. Get-gedə Beşiktaş daha çox təhlükə yaratmağa çalışır. Daha çox gəlir. Çünki Galatasaray 10 kişidir. Görə elə bir köyüncüdən zərbə. Çerni savunma çıxartdı. 90 dəqiqə müdafiə. Osimhen. Sarı kart. Abdülkerimə sarı kart. Hakemlə danışdığı üçün.
Barış! Barış vurdu bunu da Barış da. Ayda. Şanslı bu. Jakobs pas ver də Jakobs'a, pas ver də Jakobs'a. Belə sana da bir sarı kart. Belə biraz diqqətli oynayın da, biraz diqqətli oynayın da. Şanslar düşür 10 nəfərsiz. Bu əlimizdə bir şanslar düşür, istifadə etmək lazımdır. Yoxsa Beşiktaş vuracaq bir dənə. Belə getməyəcək bu oyun. 77-ci dəqiqə. Oo! Vurmuşdu ya. Endidi. Necə Galatasaray hava toplarında çox zəifdir. Bunu bir daha sübut elədi. Beşiktaş biraz ağılsız oynayır hava toplarında. Dəqiq oynaya bilmir. Bax, hava toplarında bura bax. Abdülkerim baxır. Jakobs yerdə. Topa qalxmaq lazımdır Jakobs. Burada yaxşıdır. Allahdan dəqiq vuranmadı. Topu çox pis vurdu çölə. Yoxsa var ha. Dəqiq olsaydılar, biraz Beşiktaş dəqiq olsaydı, indi bu dəqiqə hesab 2-1, 3-1 falandı. Bitti dostlar, oyun bitti. Galatasaray Beşiktaşı 1-0 məğlub elədi. Beşiktaşın öz meydanında. Galatasaray üçün ikinci hissə çox çətin oldu. Qırmızı kart, Sane'nin qırmızı kartı oldu. 62-ci dəqiqədən bu yana 10 kişi ilə oynadı. Beşiktaş çox təhlükəli gəldi Galatasaray 10 kişi qalandan sonra. Çox pozisyonlar, çox epizodlar oldu. Çox gol təhlükələri oldu Beşiktaşın Galatasaray qarşısında, amma dəqiq oynaya bilmədilər. Orkun Kökçünün 1-2 epizodunda oldu ki, bəlkə də ümumi götürəndə Beşiktaşın 4-5 ən dəqiq epizodları oldu. Onları atsaydılar bu dəqiqə 4-1, 3-1, nə bilim 5-1 falandı. Olmadı, ata bilmədilər, dəqiq ola bilmədilər və Galatasaray 1-0 qazandı və maç çoxluğu ilə Fenerbahçe ilə xal fərqini 7-yə çıxartdı. Sabah Fenerbahçe olacaq, inşallah o da xal itirər. Bir dənə ən deyək də ligdə çətin oyunlarından biri Beşiktaşın oyununu qəzasız keçdi, xal itkisiz keçdi, 3 xal qazandı. Göztepe oyunu qalıb, təhlükəli oyun, çox çətin oyunlarından, Trabzon oyunu qalıb, belə Fenerbahçe ilə oyunu qalıb, Samsunla oyunu qalıb. Biraz gələn həftə mən bilən Başakşehir ilə oyunu var. Çətin oyunları var hələ ki Galatasarayın. Birini keçdi. Onlardan da əlavə 4 gün sonra gün 3 gündən sonra Galatasaray çox çətin oyunu var Çempionlar Liqasında öz meydanında Liverpool'la qarşılaşmışdı. Bir dəfə qarşılaşıb bu sezon və 1-0 qələbə qazanmışdı. İnşallah bu günlərdə qələbə qazanar. Bu həftədə qələbə qazanar Galatasaray inşallah. 3 xalı qazandı. Yenə deyirəm dostlar, birinci hissəni çəkdim. Oyunun səsi çıxmadığı üçün, videonun səsi çıxmadığı üçün videonu qoya bilmədim. Gol təpkilərini, ümumiyyətlə oyundakı gedişatın təpkilərini qoya bilmədim. Ona görə üzr istəyirəm. İkinci hissəni qoydum. Ona görə də videolarımı bəyənin, kanalıma abunə olun, yorumlar yazın, bildirimləri açın ki, paylaşdığım videoları görəsiniz və Galatasarayın qələbəsini təbrik edirik. Bu qədər dostlar, başqa videolarda görüşərik.